Səni başa düşərlər. Bilmirəm bunu danışmağım düzdür ya düz deyil. Amma mənə yığırdılar ki, bax mənim falan şeyim var, onu verim sənə. Ay Allah. Tanımıram o insanları. Qurban olum xalqıma. Valla mən onun üçün xalqıma sonsuz təşəkkür edirəm. Biri yığmışdı ki, qızıllarım var, onları satıb verə bilərəm. Yəni elə şeylər var idi ki, mən sadəcə buradan niyə bunu deyirəm? Bil ki, doğrudan da hər kəs səni sevir. Hər kəs sənə inanır. Hər kəs bütün xalq olaraq sənin yanındadır. Güclü ol. Hər şey yaxşı olacaq. Mən Aysun söz vermişdim ki, mən Aysun söz vermişdim ki, bu mövzulara girməyəcəyəm. Amma burada ayıb bir şey yoxdur. Bilirsiniz ki, oradan zəng vurmaq icazə var. Mən bir neçə vaxt bundan qabaq Aysunun telefonu ilə, konferansla Rəqsanə ilə danışdım. Mən Rəqsanəni güclü qadın bilirəm. Mən Rəqsanə ilə dostluq edirəm. Belə bir misal var əslində. Başına gələn başmaqçı olar. Həyatda insan bəzən bilmədiyi insanlara güvənir. Onlar onun güvəndiyindən istifadə edirlər və başına bir iş. Amma ən böyük uğur odur ki, bu günləri mən bəzən deyirdim ki, inanın ki, Aysun'a bugün bəlkə də lap çox toyu niyə verir cəmaatına dəstək olmaq üçün? Bütün burada Rusiyada yaşayan Azərbaycanlılar, Allah sizin ruzunuzu bir üstünə qədər bol eləsin, heç yığıb yığışdıra bilməyəsiniz. Burada olanlar, hansılar ki, Aysun'u toya çağırırlar, dəvət edirlər, konsertlərinə gedirlər. Bilirsiniz bu nədir? Bu əslində bir dəstəkdir bu.